Salam əziz şagirdlər, bugün sizlərə 6-cı sinif təbiətdən monitorinq suallarına baxacağıq. 25 dənə sualdır və sadə sual olduğunu düşünürəm. Birlikdə bunları həll edəcəyik. Gəlin baxaq 51-ci suala. Yerdə astronavtlar 800 newton ağırlıq qüvvəsi təsir göstərirsə, aydın nə qədər ağırlıq qüvvəsi təsir göstərər. Uşaqlar bir də ki, uşaqlar çox soruşurdu. Təbiətdən məsələ düşəcəkmi? Təbii ki, təbiətdən məsələ düşəcək. Təbiətdən məsələ düşməsə uşaqlar, o yəni məsələ təbii ki, düşməlidir, yəni düşəcək təbii ki. Burada nə etməlisiniz? 800 newton verilibdir. 800 newtonu yazıram və burada mənim üçün veribdir 10 newton. 800 newtonu 10 newtona bölməliyəm. 800 newtonu 10 newtona bölməli 80 newton. İndi gedəcəksiniz bu variantı götürəcəksiniz. Xeyr. Hələ mənim burada var 1,6 newton kiloqram. İndi bu 80 newtonu mən bölməliyəm 1,6 1,6-ya edəcək neçə? Vurmalıyam üzülürsən. Vuracağam 1,6 edəcək neçə? 128 düzdürmü? Deməli uşaqlar burada cavabımız alacaq 128 newton. Aşağıdakilərdən hansıları elektrik enerjisini kinetik enerjiyə çevirir? İlk öncə gəlir lampa. Lampa elektrik enerjisini işıq enerjisinə çevirir. Devamını yazaq siz oxuyarsınız. Sonra zəng elektrik enerjisini səs enerjisinə çevirir. Motor elektrik enerjisini kinetik enerjiyə çevirir. Deməli cavab buymuş. Sonra 53-cü sual. Belə göstərdim, rahat göstər. Hansı suxulardan tam qan örtüklərinin hekayətarısı dekorativ sənəd nümunələrinin hazırlanmasına istifadə olunur? Bunu məncə hər kəs bilmələr, bilmirlər. Burada metamorfik üsullardan istifadə olunur. 54-cü sual. Baxaq. Nə deyir? Deyir ki, 54-cü sualda. Birbaşa havada çökən yağdı və yağınlar hansılardır? Şurada birbaşa qar yağış, bunlar birbaşa çökməyənlərdir. Amma bizdən birbaşa çökənləri istəyir. Ona görə bizdə olacaq 1 və 4 olacaq. Yəni cavab olacaq burada 1 və 4. D variantı. Devam edək 55-ci sualdan. Aşağıdakilərdən hansı doğrudur? Doğrudur. Qum və daş qarışıqlığını ələklə ayırmaq olar, bəli, ələklə ayıra bilərsən, bu doğrudur. Hava saf maddədir. Xeyr, hava saf maddə deyil, hava qarışıq maddədir. Bütün bərk maddələr maqnit tərəfindən cəzb olunur. Xeyr, bütün maddələr maqnit tərəfindən cəzb olunmur. Elələri var ki, cəzb olunmur. Sonra su şəklə qarşılığında sistemdə gözə görünmür, bəli, görünmür gözlə. Burada cavab olacaq A variantı 1 və 4. Baxaq 56-cı suala. Aşağıdakilərdən biraz 56-cı sual. Aşağıdakilərdən hansı yalnız canlı hüceyrənin daxilində yaşayıb və çoxala bilər? Uşaqlar burada yalnız canlı hüceyrənin daxilində yaşayıb və çoxala bilərlər, yaşayıb və çoxala bilərlər. Dedim mi? Burada uşaqlar ya vərəmi, bruselyoz, ya vəba, ya da zökəm. Bu cavablardan birini seçəcək. Amma uşaqlar buradan yalnız yaşayıb və çoxala bilərlər, zökəm olacaq. Bunun izahını istəsəz paylaşa bilərəm. Yəni bu sualı anlamadınızsa uşaqlar, bir dənə açıq bir video paylaşa bilərəm. İndi biraz vaxt azdır deyə çox danışmaq istəmirəm məsələn, amma çalışacağam başa salacağam. Difin çıxardığı səsin əks ədasını 0,1 saniyə, 0,1 saniyə sonra eşidir. Bu məlumat əsasən nəticəyə gəlmək olar. Deməli uşaqlar, 1 və 2 çıxardığı səsdən əks ədası 1500 saniyə olur. Və 1500 saniyəni vuracağam 0,1-ə böləcəm 2-yə. Bu da səhv eləmirəmsə 75 edir. Bütün ümumi 75-dir. Və indi bunu çox soruşacaqsınız. 300, 150, 75, 400. 75 olan tək bu variant olduğuna görə bu variantı elə götürürəm. Baxmıram ki, ya oradan mənə deyir 400 metr məsələ, yəni cisim, bir qaya, bir balıq, bir gəmi. Burada C variantı 75 metr məsafədə bir qaya var. Pomidor bitkisinin bakterial xəstəliyi, pomidor bitkisinin bakterial xəstəliyi uşaqlar nədir? Qara ləkəlidir. Davam edək. 59-da və damarlarına aid fikirlər sözü qan hüceyrələri arasında maddələr qazanma mübadiləsini təmin edir. Xeyir. Qanı ürəkdən bədənə ayrılsın, xeyir. Sözünə cürbə bənzər qatarlar var, bəli, bu doğrudur. Qanı bədənə qıvırlamaq xeyir. Bu antil qanı bədənə ürəyə gətirir, bəli. Bunu verən var idi. Cavab olacaq 3 və 5. Verilmiş qida zəncirəsinin doğru bəndi seçin. Burada nə deyir? Günəş, bitki, sıçan, ilan, qartal. Bu maraqlı sualdır. Qartal birincilik hansı deməkdir? Qartal. Protist, birinci, ikinci. Yox, bu 1, 2. Qartal uşaqlar axırıncı konsept. Qartal özü vərşə heyvan birinci konsept ola bilməz. Sıçanların çoxması azalmasına səbəb olacaq. İlanların azalmasına səbəb olacaq. Sıçanlar çox olsa əksinə ilanlar, sıçanlar çox olsa əksinə ilanlar azalmayacaq, sıçanlar azalacaq. Yəni sıçanların çox olması ilanların azalmasına yox, bitkilərin azalmasına səbəb olacaq. Bu variant səhvdir. İlanların sayının azalması protein miqdarının azalmasına səbəb olacaqdır. İlanların sayı azalsa. Çox şərəfli qeyd edirəm. Azalsa. Və ilanların sayının azalmasına səbəb olsa. Protein miqdarının azalması səbəb olacaqdır. Bəli, bu doğrudur. İlanların sayının azalması, proteinin azalması, miqdarının azalması səbəb olacaq. İlanlar azalsa, sıçanlar da azalacaq, bitkilər də azalacaq. Sıçan ikinci konsementdir, baxaq. Protein birinci konsementdir, ikinci konsemt ilandır. İkinci konsemt uşaqlar ilandır. Yəni bu variant səhvdir. Neçə variant götürək? 67. 61 üzr sayın. 61. Akciğerlərdə oksigen zənginləşmiş qan ilk olaraq ürəyin hansı kamerasına hissəsinə daxil olur? Təbii ki, burada uşaqlar, baxın, hissəsi soğuq vaxt uşaqlar təbii ki, o hərəkət. Sonra 62. Həcmi 400 sm kubl olan nisbət miqdarı 300 qramdır. Nisbət sıfırını tapın. Bəli. Deməli 300 qram və 400 verildi. Bizə burada 320-ni bölməliyik 400-ə və etmiş olur 0,8 qram santimetr. 0,8 çap. 63-cü suala baxırıq. 60-da su molekülü nədən təşkil olunmuşdur? 63-cü su molekülü nədən təşkil olunmuşdur? Uşaqlar su molekülü nədən təşkil olunur? Su molekülü təbii ki 2 atom və 1 hidroqon heliumundan təşkil olunmuşdur. Səhv etmirəm. 2 atom hidroqon, 1 atom oksigendən təşkil olunmuşdur. Yəni burada olacaq D variantı. Aşağıdakilərdən hansı saf maddələrdir? Neft, hava, təbii qaz, qarışıq maddələrdən biri olacaq oksigen saf maddədir. Aşağıdakilərdən hansında və ya hansılarının maddə daşıması baş verir? Təbii konveksiyada bu baş verir. 66-da, düzdürmü? Belələrdən hansı və ya hansılar fosil yanacaq deyil? Fosil yanacaq, təbii neft, təbii qaz, daş kömür fosil yanacaqdır, amma günəş fosil yanacaq deyil. 20 pk təbii ki aydın. Fəsillərin asıl olaraq hava şəraitinin dəyişməsi prosesi sürətləndirir aşınmanı. Aşağıdakilərdən hansı maddənin fiziki xassəsinə aid deyil? Fiziki xassəsinə aid deyil. Bax, yanma.
Atmosferi şəkilləndirən insan fəaliyyətlərinin səbəbi məşə tullantılarının yayılandırılması bəli, bu insanlar edir. Toz vurğunları, bunları insanlar etmir, bu öz-özünə yaranmış şeydir. Meşə yanğınları əslində insanlar da edə bilər bu meşə yanğınlarını, təbii ki, edə bilərlər. Amma ən çox meşə yanğınları necə olur? Ən çox uşaqlar meşə yanğınları öz-özünə baş verir. Ona görə burada olacaq bu insan fəaliyyəti deyil. Avtomobillərin hərəkəti insanlar edir bunları. Vulkan püskürmələri uşaqlar təbiətdən özü yaranırdır. Sənaye məsələsi insanlar tərəfindən olur. Ona görə burada cavab olacaq 1, 4, 6. A variantı. Aşağıdakilərdən hansı xəstəliklərə qarşı müdafiədə kimyəvi qoruyucudur? Mədə şirəsi, anticissin, mədə şirəsi, bronxitlər. Burada cavab olacaq mədə şirəsi. Burada 2 dənə cavab verildi. Yəni mədə şirəsi olacaq burada cavab. Aşağıdakı fikirlərdən hansı paralel və ardıcıl dövrələr haqqında düzgün fikir deyil? Evdə lambalar daha çox ardıcıl birləşdirilir. Xeyr, lambalar evdə daha çox paralel birləşdirilir. Bu variant düzgündür. Paralel birləşdirilmiş lampalar ardıcıl birləşdirilmiş lampalar nəzərən daha parlaq yanır. Bu doğru. Düzgün fikir deyil. Yəni A variantıdır. Hansı üsul bir maddənin, 73-dəyi, hansı üsul bir maddənin başqa maddə tərəfindən udulma qabiliyyətinin müxtəlifliyinə əsaslanır? Burada təbii ki, olacaq xromatoqrafiya, D variantı. Aşağıdakilərdən hansında diffuziya prosesi zəif gedir? Diffuziya prosesi ən çox qazlarda daha çox, yəni daha tez belə basit baş verir, demişkən, daha tez baş verir. Amma bəzi maddələrdə bu daha gec baş verir, daha zəif baş verir. Aşağıdakı hansı səs aralığında bütün səsləri insanlar eşidə bilmir? İnsanlar səsi uşaqlar biz demişdik ki 20 Hz və 20.000 Hz arasında eşidilir. Burada isə 15.000 və 20.000 arasında. Bu ikisi yarışlar. Bu eşidə bilirlər. 1500 və 20.000 bu da eşidilə bilər. 20 Hz və 150 təbii ki, bu da eşidilir. Amma 1 Hz və 15 Hz. 15 Hz arasında yarışa bilər, amma 1 Hz yarışa bilməz. Çünki 20-dən aşağı ola bilməz. Deməli nədir? Burada cavab olacaq D variantı. Deməli suallarımız buydu. Məncə elə çətin suallar verilməkdir. 51-də B, 52-də C, 53-də A, 54-də D, 55-də A, 56-da D, 57-də C, 58-də D, 59-da B, 60-da C, 61-də C, 62-də C, 63-də D, 64-də A, 65-də B, 66-da C, 67-də B, 68-də B, 69-da A, 70-də A, 71-də 72-də A, 73-də D, 74-də C, 75-də D.